Gəldiniz Teymurlər dövləti, Əmir Teymur və bir növ belə deyək, Elçin əmimin ən sevdiyi hökmdar, tarixi şəxsiyyət. Hər zaman iradəsinə görə, yəni iradəcə çox güclü savaşmaq və məğlubiyyət deyəndə ki, yəni ən çətin zamanlarda belə böyük çarələr belə də istəsə elə beyin üzrə istəsə elə şəxs olacaq. Teymurlər dövləti. Teymurlər dövlətinin yaradıcısı Əmir Teymur olmuşdur. Əmir Teymur Barlas soyundandır, Türk soyundandır və Türk nümayəndəsidir. Onun belə deyək də özünün Monqol Çingiz xanın qohumları ilə qohumluq əlaqəsini qurması, ana tərəfində Çingiz xan olması biraz da Monqol mirasına belə deyək də bir növ varis çıxması mənası ifadə edilir, amma özlüyündə Türk dövlətidir. Bu dövrdə sizə birinci nədən dedik? 14-cü əsrdə Mərkəzi Asiyada Cağatay ulusu var idi. Cağatay ulusu Monqol dövlətinin parçalanmasına əsas yaranmışdı. Uluslardan biridir. Digər Monqol uluslarından fərqli olaraq Cağatay ulusu heç bir işğalçı yürüş eləmir, çünki ətrafı bütün Monqol uluslarına əhatələnmişdir və bu birinci fərqidir, digər Monqol uluslarına fərqləndirəcək. İkinci fərqi isə 14-cü əsrdə iki yerə parçalanacaqdır. İki yerə parçalanan dövlətlər içərisində Hunu, Romanı, Səlcuqu, Qaraxanini, Göytürkü, Ağqoyunlar verirsinizsə, birində bunu verirsiniz. İki yerə parçalanacaqdır. Məvanəhrə bir də Moğolistana parçalanacaqdır. İki dövlət arasında, iki formada olacaqdır. 1365-ci ildə Cağatay ulusunun nümayəndəsi Əmir Qazanla birlikdə Teymur, o vaxt əmir deyildi hələ ki, hücum edirlər Məvanəhrə və Məvanəhrə hücum edir, lakin bu hücumun qarşısı beləliklə alınır və bundan sonra Monqol işğalına qarşı 1365-66-cı illərə əhatə edən Sərbədarilər üsyanı baş verir. Sərbədarilər üsyanı Monqol işğalına qarşı idi. Lakin 66-cı ildə Teymur bu üsyanı belə deyək də Cağatay ulusunun nümayəndəsi ilə bərabər birlikdə yatıracaqdı. Sonradan onlar arasında münasibətlər kəskinləşir və Teymur 1370-ci ildə Səmərqənddə yeni dövlətin əsası olan Teymuri dövlətini yaradacaqdı. 1370-ci ildə Teymur dövlət yaradanda 14-cü əsrdə yaranan dövlətlər içərisinə baxanda biz Osmanlını veririk, Cəlaliləri veririk və Teymurləri veririk. Əmir Teymurun daxili siyasətinə baxdığımızda nə edəcəkdir? Vahid qanunlar toplusu yaradır, Teymurun qanunları. Bu vahid qanunlar toplusu qəbul edən hökmdarlardan oxşarlığı özünüz düzəcəksiniz, artıq mən demirəm. Sonra hərbi islah keçirəcəkdir, yenə burada oxşarlıqları verirsiniz. Amma burada bir nüansı mən sizə xatırladım. Hərbi islah keçirməsi öz yerində, öz qaydasında heç bir problem yoxdur, veririk. Amma döyüş fillərlə təhciz olunması, xüsusən Mihrəqulu ilə bunu ayrıca verirsiniz. Yəni ayrı bir məqamda ifadə edəcək. Sonra inzibati islah keçirəcəkdik. İnzibati islahata görə ölkə uluslara böləcəkdik. İnzibati islah keçirən hökmdarları da bilirsiniz. Yenə eyni qaydada sıralamada sayacaqsınız, yazacaqsınız. O forma olacaq. Vahid qanunlar, hərbi islah, inzibati islahat. Bir də sultansız olmaz. Sultan titulu qəbul olunur. Hətta işğallarından sonra özünü Turanın sultanı adını alacaq. Bu Teymurun daxili siyasəti. Keçək xarici siyasətinə, ən əsas hissiyə, oxşarlıqlarımızın daha çox olduğu hissiyə. Xarici siyasət. 14-cü əsrin 70-ci illərindən başlayaraq Mərkəzi Asiyanı fəth edəcəkdi. İndi gələk burada bir məsələ. Özünün Mərkəzi Asiyada yaranmasını Asiya Hun dövlətini verirsiniz. Sonra Qərbi Asiya Hun dövləti parçalanma necə? Şərqi Asiya Hun dövləti, Axun, birinci Göytürk, Qərbi Göytürk, Şərqi Göytürk, ikinci Göytürk, Uyğur, Qaraxani, Qəznəli, Səlcuq, Monqolistan dövlətlərini verirsiniz. Bu öz yerində Mərkəzi Asiyada yaranması. Mərkəzi Asiyada uğurlu yürüşlər eləməsi, bunların hamısını verirsiniz. Üstünə Sasani verirsiniz, Səfəvi verirsiniz. Sonra verirsiniz burada Makedoniyanı verirsiniz, Əhəməniləri verirsiniz. Yəni bunların üstündə də Mərkəzi Asiyanı fəth edən, yəni Mərkəzi Asiyada uğurlu yürüşlər, bir də Ərəb xilafəti və Çini verirsiniz. Mərkəzi Asiyada uğurlu yürüşlər eləyən dövlətlər. Yəni saydıqlarımızla üstünə qoyursunuz, uğurlu yürüşlər eləyənləri verirsiniz. Mərkəzi Asiyanı tutacaq. Bir dənə Xərəzm bölgəsi gedişliyi üçün
14-cü əsrin sonlarına kimi davam edəcəkdir proses. Yəni Xərəzmin bölgəsinin tutulması biraz yubanacaq. Sonra 1385-1388-ci il İran, Suriya və Azərbaycan olacaqdı. İran, Suriya və Azərbaycan. İndi Azərbaycana hücum edənlər, İrana hücum edənlər, Suriya hücum edənlərə artıq deməmə ehtiyac yoxdur. Özlüyünüzdə qruplaşdırırsınız. Yəni bunların hamısını bir yerdə verirsiniz. Sonra 1392-ci ildə isə Şərqi Gürcüstan, İraq verirsiniz gedir. Şərqi Gürcüstan, İraqa verirsiniz. Yəni eyni qaydada qruplaşdırırsınız. Şərqi Gürcüstan, İraqa hücum eləmək. 1395-ci ildə Qızıl Ordu ilə Terek döyüşü olacaqdı. Məşhur Terek döyüşü bilirsiniz. Bu Qızıl Ordu'na münasibətlər niyə? Qızıl Ordu'na mübarizə aparmaq Rus knyazlıqlarını verirsiniz. Oxşarca Teymurla Rus knyazlığı ortaq cəhət verirsiniz. Qızıl Ordu'na niyə münasibətə gəlmişik? Teymur Toxtamışın əslində hakimiyyətə gəlməsi kömək edən şəxs olub. Hətta 3 dəfə Toxtamış məğlub olub. Teymur üçünə də buna ordu verib və ordu ilə göndərib ki, savaş və qələbə. Qələbə qazanandan sonra insan bilirsiniz də nankörü varlıqdır və qələbə qazanandan sonra Çingizin varisliyi uğrunda mübarizə apar. Təbii ki, Çingizin varisliyi uğrunda mübarizə Toxtamışın Mərkəzi Asiya və Azərbaycana yürüşünə gətirib. Bu da Teymurun xoşuna gəlmədiyi üçün Teymurla toqquşma olur. 95 Terek döyüşündə qələbə qazanacaqdı. Bu qələbədə bilirsiniz Şirvanşah İbrahim Dərbəndi də iştirak etmişdi bu döyüşdə və Rus knyazı üzərinə hücum edəcəkdi. Lakin Rus knyazı üzərinə hücumu eləməsinə baxmayaraq yarımçıq qoyacaqdı. Yarımçıq qoyma səbəbi isə Mərkəzi Asiyada baş verən qarışıqlıq olacaq. Sonra 1398-ci il Hindistan səfəri baş verdi. Daha Hindistanı demirəm, yəni Hindistan səfərlərini demirəm. Hindistan səfərləri ilə hökmdarları və şeyləri də götürürsünüz. İndi bir nüans var, burada qoyun deyək daha doğrusu. Baxın, Hindistana hücum eləyən verəndə Əhəmənin verirsiniz, Makedoniya verirsiniz, Axun verirsiniz, Qəznəvi verirsiniz, Ərəb xilafəti verirsiniz və Teymurləri verirsiniz və Monqollar. 7 dənə verirsiniz. Dövlət deyəndə bu 7 dənəsini verirsiniz. Dövlət deyəndə. Amma Türk hökmdarları və yaxud da Türk şəxsiyyətləri deyəndə siz bunlar içərisində və yaxud da şəxsiyyət deyəndə fərqi yoxdur. Siz Babur şahına, Baburu da Qütbəddin Aybəki də verirsiniz. Çünki onlar qıraqdan gəlib Hindistanda dövlət yaratdılar. Xüsusən də Babur şah qıraqdan gəlib Hindistanda dövlət. Yəni onu verirsiniz, yadınızda qalsın. Bir də onlar şəxsiyyət verəndə biz heç zaman Hindistana hücum edən dövlət kimi Dehli Moğolu vermirik. Çünki onlar orada yaranıblar, düzdür, verə bilirlər. Amma şəxsiyyətə çevirəndə oradakıları vermək məcburiyyətindədir. Çünki şəxsiyyət olaraq onlar qıraqdan gəlir. Sonra gəldik 1402 Şərqi Anadolu və Osmanlı üzərində. Anadoluya hücum eləmək Tuğdanmen verirsiniz, Tanrı xanı verirsiniz, sonra verirsiniz bu tərəfdən Alparslanı, Toğrulu, Məlikşahı, bunları verirsiniz, Qazan xanı verirsiniz, Anadoluya hücum eləyənlər və Ağqoyun Uzun Həsəni verirsiniz, Səfəviləri verirsiniz, Səfəvi hökmdarları belə deyək də İsmaili, Abbası yəni eləyirsiniz. Fərqi yoxdur və bir də Teymuru verəcəksiniz. Osmanlı ilə mübarizə aparmaq isə Ağqoyunlu verirsiniz, Səfəvilər verirsiniz, sonra Şirvanşahları verirsiniz, 1402 Ankara döyüşü burada da yəni var, fərqi yoxdur. Sonra burada verirsiniz, hətta Şəkər kimi də verə bilərsiniz, fərq eləmir. Bunda verirsiniz Macaristan, Çexiya, Serbiya, yəni bunlar artıq da və Avstriya falan, bunlar normaldır verirsiniz. Verdi. Osmanlı münasibətlərin kəskinləşmə səbəbi bir ticarət yolları idi. 2. Anadoludakı olan Türkmən bəylərlikləri, yəni bəylikləri, Ağqoyunlu feodal hakimlikləri kimi bəyliklər Teymuru köməyə çağırırlar Osmanlı bir növ şeyindən, işğallarından. Üçüncüsü isə ən əsas məsələ, bu Qara Özbəkistan Sultan Əhməd bədbəxti 3 dəfə istədi, Bəyazid vermədi, üstünə təhqiramiz məktublar yazdı, axırda gəldi Ankarada söhbəti həll elədi, Bəyazid də əsir düşəcəkdi. Bu söhbəti həll edəndən sonra ən böyük xəyalı, Teymurun ən böyük xəyalı Çini işğal eləməkdir. Hətta əsgərlərin qabağına çıxır, deyir ki, ey mənim müsəlman ordum, adam yəni Türk müsəlman ordusu, yəni dövlətini qurmağa beyninə qoymuşdur. Bundan sonra haranı İslamlaşdırmaq lazımdır, kafir və küffar olan bir ərazi Çini İslamlaşdırmaq lazımdır. Böyük bir ordu ilə Çinə səfər razılaşır, lakin oturarda 1405-ci ildə vəfat edir və Çin səfəri yarım çıxar. Yəni Çinə gedib çatmır.
Çinə hücum edən hökmdar deyil idi. Lakin Teymur nə qədər bizim, yəni mənim, necə? Çinlilərin ağıdır, ay sağ, o da ola bilər. Doyel imişlər yəqin gəlməsin. Hə, amma yəni adam yəni prinsipial idi. Çünki düşünün ki, mən sizə bir nüans deyim. Bu gəlir İranı tutanda Şahnamə əsərini yazan var da, Firdovsi var, İran şahı. Şahnamədə o türkləri, Turanlıları təhqir eləmişdi. Gəlir qəbrini tapdalayır, dur ayağa. Əsərində fəxrlədiyim farslar hanı İran yaylasında at oynadıram mən. Gəl görüm hansı fars hökmdarı. Yəni o dərəcədə bir prinsipial insan oldu Teymur. 1405-ci ildə vəfat edəcək. Teymur nə qədər mənim sevdiyim bir şəxs olsa da, dünya tarixinin ən güclü sərkişilərindən biri olsa da, Teymurun yaratdığı dövlət sadəcə Teymura tabi olan dövlət. Teymurun ölümündən sonra dövlət yavaş-yavaş artıq öz qüdrətini itirəcək. Teymurdan sonra Şahrux hakimiyyətə gələcəkdir. Şahruxun atasından fərqli siyasəti nədir? Osmanlı və Qızıl Ordu ilə dostluq münasibətləri quracaqdı. Bu birinci fərqli siyasətdir. İkinci fərqli siyasət işğalçı müharibələr aparmır. Sadəcə getdiyi ərazilərdə asılılığın qəbul edib geri qayıdacaqdı. Bu qədər bəsitdir. Qaraqoyunlu dövlətini bilirsiniz, Astala salacaqdı, Şirvanşah müttəfiq olub və Cahanşah hakimiyyətə gətirəcəkdi. Şahlıqdan sonra Uluqbəy olacaqdı. Uluqbəy ən çox mədəni səviyyədə dövləti inkişaf edəcək. Astronom məsələsində, hətta Səmərqənddə falan belə dedi, mədrəsələr falan açılacaqdı. Uluqbəy mədrəsəsi, Uluqbəy belə rəsədxanaları falan olacaqdı. Uluqbəy olacaqdı. Uluqbəyin dövründə dövlət mədəni səviyyədə inkişaf etdiyi üçün bu türk əyanların xoşuna gəlmir və onu tez taxtdan salacaqdılar. Yerinə Əbu Səid gələcəkdir. Səid gəlib. Səidin dövründə Qaraqoyunlu və Ağqoyunlarla müharibə aparacaq. Qaraqoyunlar da bilirsiniz, 1458-59 Cahanşah hücum edir, Heratı tutur. Şahrux bilirsiniz, paytaxt Heratə dəyişmiş çünki Heratı tutur və Heratı tutandan sonra Cahanşah Teymurləri asla salır. Lakin 59-da bilirsiniz də Həsən Əli və Pirbudanın qiyamlarına görə geri çəkilmə məcburiyyəti. Ağqoyunlu 1468-də görür ki, qonşuluğunda yeni bir dövlət yaranır. Ağqoyun dövləti bu qüdrətli bir dövlətin yaranması xoş deyildi Əbu Səydə. Ona görə 1468-də Ağqoyunlarla mübarizəyə başlayır. Muğan döyüşündə məğlub olub, bəzi mənbələr onun öldürüldüyünü, bəzi mənbələr geri çəkildiyini ifadə edəcək. Əbu Səidin ölümündən sonra Teymurilərin başını qara buludlar olacaqdı. Buna səbəb 16-cı əsrdə Mərkəzi Asiyada yaranan Şeybani dövləti artıq Teymuriləri sıxışdırmağa başladı. Sonuncu qüdrətli hökmdar, baxın, sonuncu hökmdar deyil. Sonuncu qüdrətli hökmdar Hüseyn Bayqara Şeybaniləri vurub Heratdan çıxaracaqdı və qələbə qazanacaqdı. Lakin Hüseyn Bayqaranın ölümündən sonra dövlət zəifləyir və 1507-ci ildə Şeybanilər Xorasana daxil olurlar və Teymurilərin varlığına son qoyurlar. Sonuncu hökmdar başqalarıdır. Sonuncu bu qüdrətli hökmdardır. Hətta Səfər Teymuri hökmdarları, şəhzadələri qaçır, Səfəvilərə sığınır və məşhur Xorasan uğrunda Səfəvi Şeybani düşmənçiliyi bax bu hadisədən sonra başlayacaq. 16-cı əsr süqut edən dövlətlər isə Teymuru verirsiniz. Teymurilər dövlətində sıralamada verirsiniz. Bu öz yerində. Bir də Teymurun belə deyək də Çingizdən fərqli siyasət. Hər ikisi Mərkəzi Asiyada işğalçı müharibələr aparır. Hər ikisi İrana, Azərbaycanı yürüşdürürlər. Hər ikisi uluslara bölür. Hər ikisi vahid qanunlar yaradır. Hər ikisi vahid qanunların hərbi istila keçirəcək. Amma fərqli cəhət Teymur Çingizdən fərqli olaraq işğal elədiyi ərazilərdə ticarəti və mədəniyyəti canlandırırdı. Yəni şəhərlər daha Çingiz kimi qabağına keçəni əstirmirdi da. Yəni müəyyən bir şəhərlər var ki, o şəhərləri saxlayırdı da ki, bu ticarət yolları üzərində yerləşir, bu şəhər qalsın. Teymur seçirdi, Çingiz seçmirdi, elə bam hamısını tikəliyirdi. Amma ona görə də bu onun fərqli cəhəti hesab olunacaqdı. Oldu, bu da sizin dərsiniz Teymur.